Rəmziyə, gəl bala. Gəl. Rəmziyə bizə burada bir hissə, sonra da BBC gəldi danışdı. Narınc xanım, xoş gəldiniz bir daha. Sonra da BBC gəldi danışdı. Mən dedim ki, bu uşaq nə etsin? Bu yazıq qız nə etsin? Bir uşağın 16 yaşına qədər başına nə gəlməz ki? Nə gələr ki demirəm, amma nə gəlməz ki? Yəni, gəlməyən qalmayıb. Bu uşaq gözünü açandan bir insan ömrü boyunca nələr yaşaya bilərsə, hamısını 16 ilə sığdırıblar, sağ olmasınlar. Bu dərəcə. Amma düşündüm ki, artıq vəziyyət o qədər kritikdir ki, mən burada tək heç nə edə bilmərəm. Burada mənə möhkəm psixoloq dəstəyi lazımdır. Təbii ki, mənim psixoloji ünvanımı, dəstəyimi bilirsiniz. Buradan ümumiyyətlə valideynlərə də müraciət edirəm. Bu yaşda uşaqları olanlar, valideynlər, diqqətli olun. Uşaqlarınızla bağlı hər hansı məsələdə yola gedə bilmirsinizsə, Narınc xanım sizə çox gözəl körpü rolunu oynaya bilər. Apardınız, başdan ayağa da müayinə etmişsiniz. Nə qərara gəldiniz Narınc xanım? Rəmziyəm, belə deyirlər davranış pozğunluğu var, amma hər şeyin bir səbəbi var. Biz bilirik, çox ağır travmalar var. Birinci olaraq onu deyim ki, rəsmiyyənin əslində ən böyük həyəcan təşvişi var. Çox böyük bir qorxular var daxilində. Bu uşaq qaçır, bu səhvləri eləyir. Hamısı o içindəki yalnızlıqdan, diqqətsizlikdən, sevgisizlikdən, dəyərsizlikdəndir. Cəmaatın, belə deyək də, əlindən bir qayğı, sevgi dilənir. Çünki o sevgini ailə verməyib bu uşağa. Rəmziyyənin çox ciddi yaddaş zəifliyi var. IQ-su normalda 90-dan yuxarı olmalıdır, 72-dir. Bu uşağın yaddaş zəifliyi olduğuna görə dərslərini də yaxşı yadında saxlaya bilməyib, balaca vaxtda, oxuya bilməyib. Elə 8-dən də çıxardıblar, görüblər yaddaşı zəifdir. Çıxardıb, otuzdurub balaca uşaqlara baxdırıblar. Yəni, bu uşaq balaca yaşdan ana olub, dayə olub. Bu uşağın, birinci olaraq əslində vaxtınca bu uşaq görəndə ki, dərsini oxuya bilmir, yadında qalamır, bu uşaq vaxtında müalicə olunsaydı, bunun diqqət problemi düzəlsəydi, bu özün qurtarardı, heç olmasa təhsil alardı və özünü bir gün ağlayardı, bir yerə, özə polis olmaq istəyirmiş. Əslində şüuraltı niyə öz hüquqlarını qorumaq istəyirmiş, o əzilmişliyin altında və özü hüquq işçisi olmaq istəyib, onu bacarmayıb. Düzdür, indi deyir ki, mən bəzək-düzək işləri ilə məşğul olmaq istəyirəm, kursa getmək istəyirəm. Bu yaddaşsızlıqla o da yadında qalmaz. Onun üçün birinci mən qızımın həm həyəcanı ilə bərabər yaddaşını da düzəldəcəyim. Alfa və delta dalğaları yarı qədər aşağıdır, ləngdir. Ona görə də dumanlıdır. Yəni fikrini toplaya bilmir, yadında saxlaya bilmir, cümlələri qarışıqdır. Çünki yaddaşı zəif olan adamlar hadisə də tam danışa bilmirlər. Yarım-yarım ifadə eləyirlər hadisələri, tez unudur. Onu düzəldəndən sonra, qəşən özünə nə deyirəm? Deyirəm, bərpa eləyərik təhsilini, özünə gün ağlayarsan, bir əlində sənətin olar, peşən olar. Çünki qızımızın həyəcanı çox da hədsiz dərəcədə. Aparatla qəşən onları da korreksiya eləyəcəm. Psixoloqla travmalarını, psixoloji travmalarını aşacaq, bəli, psixoterapiyası olacaq. Biz ona deyirik duyarsızlaşma. Yəni, hadisə xatirindən təbii ki, belə bir şey yoxdur silək onun beynindən. O uşaq bunları yaşayıb acıları. Amma ən azı onu düşünəndə onun qəlbini sızıltmayacaq. O sızıltı ona həyəcan verir, ona qorxu verir. Sağ olsun BBC, çox sevgi dolu BBC var. BBC dedi ki, öz qızımın 16 yaşı var, ona bir yerdə göndərəcəm mərkəzizə, yol yoldaşı olacaq. Özü ata ilə ögey bir münasibətdir. Çoxdandan xəbər. Bibinin içindəki insanlıqdır gəldi. Allah onun köməyi olsun. Oradaydı, bizdəydi. Üzü çəkiliş qarşısına çıxmaq istəmirdi, amma hər anında yanındaydı. Dedi, övladımla da göndərəcəm, gələcək. Yaxşı da baxır, başdan ayağa əyin başda alıbdır, sağ olsun. Bəli, Başxanı filialımıza gedib gələcəklər. İnşallah yanvarın axırına, belə yox, özgüvənsiz yox, belə dik, qaradan çıxmış, o depressiv əlamətləri 6 ballıq şkaladan 3,5 çıxdı. Orta ağır dərəcədə depressiyası var uşağın. Bəli, depressiyanın əlamətlərindən biridir. Mən 5 gün efirdə oluram, 13-ü 4-ü qara geyinirəm. Bu yaşda uşaq heç geyinməməlidir. Bu qaralar gedəcək, qəşəng rənglilər, çiçəkli, öz yaşına uyğun, gözəl, səliqəli geyimlərlə geri gələcək. Maşallah, BBC çox baxımlı, gözəl xanımdır. Elə onun gözəlliyini, onun xanım xatınlığını, o rəngləri ona geri qaytaracaq. Əla Narınc xanım. Üzü gülər, çiyinləri dik gələcək inşallah. Mənim buna zərrə şübhəm yoxdur. Necə
necədir bibi ilə? Yola gedə bilirsən, qızı ilə rəfiqəlik eləyə bilirsən. Narınc xanım nə desə edəcəksən. İnşallah, Yaxşımı? söz verib mənə. O sənin psixologiyanın dərinliklərinə enəcək. Orada hər şeyi, bütün daşları yerinə otuzduracaq. Siləcək və yenidən 2026-da və gözəl həyat başlayacaq. Sənə yanvarda Narınc xanım səni mənə tam sağlam əmanəti geri verəndən sonra səndən bir sualın cavabını soruşacağam, amma get 2 ay sənə vaxt verirəm fikirləşməyə. Bizə təzə dostlar gəlibdir, MHM tədris mərkəzi. Mən onlardan xahiş etsəm, sənə onlayn yazdıra bilərəm, dərsləri öyrədə bilərlər. Və ya desən ki, yox, mən peşəyə gedirəm, bəzək, düzək, yenə də onu istəyirəm, öz pulumu qazanacam. Nə biz yönələcəyik peşə təhsilə. O bəzək, düzək ona sadə gəlir, yaddaşı yoxdur, zəifdir deyəm. Fikirləşir, onu baxıb gözümdən öyrənəcəm də əlimlə. Amma vallah, yaddaşını düzətsə, ondan da artıq gözəl öz təhsilini tamamlayıb, istədiyi bəlkə hüquq işində, polis işində belə ola bilərsən. Yaxşımı? O zaman gedirsən, sağalıb gələndən sonra danışır. Mən sənə söz vermişəm, hər şey yaxşı olacaq. Danışdıq qızım. Narınc xanım, çox təşəkkür edirəm. Biz sizin kimi dostlarla daha güclü. Bəli. Sən də qalsın. Bəli, Narınc Psixologiya Mərkəzindədir Rəmziyə. 2 ay sonra Narınc Rüstəmova fərqli Rəmziyə görəcəyimizi deyir. Mən isə ona çox inanıram.